Salam dostlar. Yeni vlogdan hər kəsə salam. Biz Amsterdama gedirik. Gecə qatarı ilə saat 12-dir. Gecədə çıxırıq. Bu qatar belə deyim belə kupe kimidir. 4 nəfərlik almışıq. Ancaq özümüz olacaq. Dostlarımızla gedirik. Bildiyiniz Bakıdakı o Tiflis qatarı var. Onun kimidir. Baxın. Belə deyim. Səhər 8-də çatacağıq. Yatmağı planlayırıq gecə. Səhər 8-də çatacağıq. Daha sonra isə otelə gedəcəyik. Ümidərəm maraqlı bir experience olar. Sizin üçün də maraqlı videolar çəkməyə çalışacağım. Belə deyim sizə də qısa bir update verim. Baxın qatarımız belədir. Köhnə qatardır. The next day. Sabahınız xeyir. Burada saat 9'dur. Yatı durmuşuq, hələ çatmamışıq. Dəqiqə yol verin. Qatarımız 2 saat gecikdi. Üzüm gözüm ilişib. Gecə 2 saat dayanmışdı deyə qatarımız 2 saat gecikdi. Bəs 8-də çatmalıydı. Amma onda çatacağıq. Əslində okeydir çünki otel çəkini gençdi. Nəysə üzüm gözüm biraz şişirdi. Kofer içib tuvaletə çatdım. One eternity later. Biz Amsterdama çatdıq. İndi gedəcəyik otelə, çamadanları qoyub, daha sonra səhər yeməyinə gedəcəyik. Çox acıq. Belə, gəldik çatdıq axır. Biz gəldik səhər yeməyə. Axır ki yer tapdıq hər yerdə. Bir çoxla insan var, növbə var. İndi sifariş eləyəcəyik. Biraz yemək yeyək, özümüzə gələk, sonra otelə gedəcəyik. Mən belə çörəkdə nəysə. Nuş olsun uşaqlar. Ətrəm birbaşa gedir. Təşəkkür edək. Bunu yəni şef düzəlib. Special sauce da yazmışlar. Təşəkkür edək. Belə o yumrulanmış yumurtalar. Məncə sousla qarışdırırsınız. Böyle souz elə görsən. Few moments later. Biz gəldik otelə. Saat 1-in yarısıydı. Amma check-in 3-dədir deyə icazə vermədilər. Daha doğrusu dedilər ki, əlavə tez check-in eləmək istəyirsə 30 evro ödəniş eləməlisiniz. Biz də düşündük ki, 1 saat var. Ona görə check-in əlavə pul ödəmədik. Dedik gözləyərik. Nəysə, mən tez bazar hazırlaşdım. Belə giymişəm, gəlin sizə göstərim. Böylece şort giymişəm. Bu formada.
Nəysə, gedirik indi şəhərə, gəzəcəyik. Sonra da yorulanda gələcək çəkin eləməyə. Biz çatdıq mərkəzə. Jordan məhəlləsinə gəlmişik. Jordan Street. İndi burada görməli yerləri gəzəcəyik. Hava inanılmaz istidir. Bəzən belə soyuq külək olur. Başa olmur. İstidir yoxsa sərindir. Düzü bir balaca keyləşdim. Yoruldum sanki, bilmirəm. İstidən oldu deyəsən. Nəysə, sonra bir dənə kofe içərəm. Ördəklərə baxın. Gəlmişik Dam Square. Bura yadıma düşdü. Gəzirik hələ ki. Bu yerləri biraz mənə Praqanı xatırlatdı. Bu yemnaşlı kilsələr filan. Nəsə belə yadımda qalmamışdı. Məsələn buralar. Buralara baxın, nə gözəldir. Evlər filan. Çox belə estetik. Biz biraz gəzdik, sonra H&M-ə girdik, oğlanlar üçün biraz shopping elədik. Salih açkisini unudub. Dostumuz da kəməri unutmuşdu. Girdilər oradan bir-iki şey aldılar. Mən də çox maraqlı bir dənə eynək aldım. İlk dəfədəki Salih də bəyəndim. Salih'in yeni outfit'i bakın. Zərətqam təəssüf ki çox azdır, 28%. Əslində oteldə qoydum amma bilmirəm niyə yığmayıb. Hər an sönə bilər. Nə qədər çəkə bilsəm bugün çəkəcəm. Qalanını sabah davam edərik. Amsterdamın olmazsa olmazı pendir degustasiyası. Necədir? Bir dəqiqə. Pendir qalıb. Qalmır ki. Oğlumuz oldu. Latdı da bu. Sunlight kisses the window pane, a new day is born. Coffee aroma dances, my spirit is reborn. No rush, no worry, just a gentle sway. The bus and over it. Otelimizin yanında belə park var. Baxın nə gözəldir. Burada insanlar kanala girir. Çimir. Bütün belə. Ətraf kanaldır. Belə park kimidir. Çox qəşəngdir. Sabah istəyirik velosiped götürüb burada səhər velotur eləyək. Daha sonra muzeyə getmək istəyirik. Bir də sabah special day'dir. Sabah deyərəm. Biz nəhayət otağa gəldik. Gəlin sizə otağımızı göstəreyim. Çox qəşəngdir belə. Tərtəmiz. Normaldır genişliyi filan. Baxın. Bu niyə belə eləyib? Elə, bu da hamam otağı. Təmizliyi əladır. Super təmizdir. Burada da belə xaladelnik və kofe maşını var.
Belə. İndi biraz dincələcəyik. Kameramı da qoyum zaryadkaya. 10%-dir sönəcək. Biraz yerləşək, daha sonra çıxacaq axşam yeməyinə. Bu gün futbol var. Futbola baxacaq oğlanlar. Həm də günəş də biraz batsın. İnanılmaz, yəni günəş yandırır, istidir. Biraz günəş batsa daha yaxşı olar. Gəzməyə daha sad olar. Hələlik, haradasa 1 saat sonra görüşərik. 1 hour later. Gəlin sizə də bugünkü outfitimi göstərim. Belə bir cins qara şort giymişəm. Altdan belə halter yaka, mayka var, pirə açıq. Belə bir Adidas kutkam var. Bunu çox bəyənərək almışam. Sonra görsənir oradan bu sarı onsukilərimi giymişəm. Bir də belə bir eynəyim var. Bunu təzə almışam. Ray-Ban. Elə, bugünkü outfitim budur. Bir də bu Calvin Klein çantam. Artıq ömrünün sonuncu günlərini yaşayır. Belə başa düşürəm ki, bunu yəqin ki, bir də sonra artıq atacağım. Çünki xarab olmağa başlayır. Nəysə, mən hazıram. Birazdan çıxacaq, həm yemək yeməyə, həm də futbola baxmağa. Hər ehtimal üstdən bu nazik tutqanı da götürürəm. Çünki isti olsa da əslində küləklidir. Gün olmayanda biraz sərin olur. Ona görə hər ehtimal götürürəm ki, günəş batsa sərin olmasın. See you. Biz çıxdıq. Gedirik restorana. Burada çox maraqlı binalar var. Fikir verirəm yol boyu. Binalar hamısı çox gözəldir, çox maraqlıdır. Baxın. Gəlin sizə biraz daxili transportdan məlumat verim. Amsterdamda deməli metroya kartla, debit kartla keçə bilirsiniz. Təb edərək, bir də düşəndə vurursunuz və məsafəyə uyğun olaraq pul çıxılır. Bildiyiniz Bakıdakı məntiq. Məncə çox yaxşıdır, çox rahatdır. Bir də bilet almaq falan lazım olmur. Ən azından məsələn Berlində turistlər üçün daha çətindir. Çünki kart almalıdırlar, kartı oxutmalıdırlar. Yəni belə bir şey. Amma bu formada debit kart sistemi məncə idealdır. Həm də bir dənə müsbət cəhəti odur ki, yəni kart vurmalısan ki, qapı açılsın və sən Espaniyaya da U-Bahna girəsən, metroya yəni. Ona görə də bomjlar yoxdur. Məsələn Berlində U-Bahnlarda falan çox vaxt bomjlar olur. Mənfi tərəfi budur məsələn. İndi gəlmişik bir dənə belə maraqlı yerə. Bura mənə Bakının Port Bakusunu xatırlatdı. Belə o vibe-da bir yerdir. Baxın, binalar falan. Çox qəşəngdir, amma insan yoxdur. Bu da Səmradır. Şey var. Amma maraqlıdır belə. Bu tərəfindən məsələn mən gəlməmişəm heç Amsterdamın. Acmışıq, gedək, yemək yeyək. Biraz enerjiya. Buradakı binaların möhtəşəmliyi. Buna baxın. Bu evin terası var. Bu binanın da balkonu, hamısı belə yaşıllıqdır. Möhtəşəmdir yəni. Few moments later. Biz qayıtdıq otelə. Oğlanlar aşağıda futbola baxır. Biz də qalxdıq otağa. Mən dincələcəm. Biraz yorulmuşam. İstərsəməz. İndi üzümü falan siləcəm, makyajımı. Daha sonra duşa girəcəm. Daha sonra sadəcə yerimdə uzanıb telefonumu scroll eləmək istəyirəm. Yəni bu dəqiqə ən çox istədiyim şey odur. Bu qədər bugünlük, bu qədər. Sabah vloqa davam edəcəm. Sabah görüşərik. Hələlik. 12 hours later. Salam dostlar. Bugün ikinci gündür. Hazırlaşmışam. İndi birazdan düşəcəyik aşağı. Səhər yeməyinə gedəcəyik. Daha sonra da muzeyə gedəcəyik. Gəlin sizə outfitimi göstəreyim. Sizə qoymuşam kofe maşının üstünə. Bir dəqiqə. Baxın, belə giyinmişəm. Salihin tişörtü. Belə bir ətəyim var. Yadınızdasa bunu Bali'də giymişdim. Sonra bu həsir toxunma çantam. Bir də bilməm görsənir. Yaşıllı, qırmızılı onsukim var. Onu giyinmişəm. Belə. Hazırım.
Bu arada bizim Amsterdama gəlməyimizin əsas səbəbi Weekend konsertidir. Bugün konsert olacaq. Axşam saat 8-də gəzib gələcəyik. Daha sonra konsert üçün hazırlaşacaq. Konsert üçün çox gözəl bir dənə outfitim var. Hazırlaşanda onu da göstərərəm. Belə ümidəm çox qəşəng keçər. Səhnələri falan görmüşəm. Sosial şəbəkələrdə çox qəşəngdir. Ümidəm biz də əylənərik. Səmra ilə bugün ora gedəcəyik. Salih Gildə özləri üçün başqa bir məşğuliyyət tapacaq. İndi gedəcəyik yeməyə. Bugün hava biraz buludludur, amma okeydir. Dünən inanılmaz isti idi. Yəni günorta içdən gəzə bilmirdik. O dərəcə isti idi. Amsterdam üçün biraz anormal havadır məncə. Amma axşam xeyli sərin idi. Yaxşı ki, üstdən belə nazik, necə deyim, nakitkalar götürmüşəm. Heç nə. Səmra gəl hazırlaşdın, çıxacaq artıq. Bura çox gözəldir. Hava da belə sərindir. Gedirik sərindir. Amsterdamın gözəl küçələri. Bura heç hələ mərkəz deyildi. Yəni mərkəz dediyim, o mərkəzdən 20 dəqiqəlik təmli məsafədə bir yerdir. Hər yer tərtəmiz, səliqəli, gözəl. Yəni çox qəşəngdir. Mərkəzdən biraz aralanında o çirkli, eybəcər binalar falan görmürsünüz də. Hər yer səliqəli və təmizdir. Çək yola keçək. Uşaqlar, pistacho tost adı ilə Səmraya bir dənə çörək, yanında da pistacho krema qoyublar. Ki, özün çək üstünə. Yiyim. Əsl dadlıdır. Biz də həmən cheese tost eləmişik. Ümid edirik, sifariş eləmişik. Ümid edirik, dadlı olar. Yaxşı da Salih. Degustation. Mən də olacaq. Biz müzeye gəlmişik. İndi buranı gəzəcəyik 1-2 saatə. Deyilənə görə qəşəng müzeydir. Baxaq. Biz muzeydən çıxdıq. Adını qeyd eləyərəm, belə qəribədir adı. Bilmirəm necə oxunur, amma çox gözəl idi, çox bəyəndim doğrudan da. Yəni Louvre'dan sonra ən çox bəyəndiyim belə ikinci muzey oldu. İnanılmaz gözəl əsərlər var, çox belə maraqlıdır, fərqli otaqları var. Yəni biz saat 12-də girmişik, saat 3-ün yarısıdır. Kifayət qədər yəni vaxtınız gedəcək əgər bura girirsinizsə. Bir də belə rahat vaxt götürməlisiniz ki, rahat gəzə biləsiniz. Çox qəşəng şəkillər çəkdirmişəm. Belə indi gedirik mərkəz tərəfə, biraz oranı gəzəcəyik. Daha sonra 5-də otelə qayıdacağıq, konsert üçün hazırlaşacağıq. Bugün konsert var. Heç nə, gedirik mərkəzə indi. Yəni yolu keçdik, sadəcə random bir dənə belə kanal kimi yerdir, çox gözəldir. Sakit, çox bəyəndim. Gəlib insanlar burada oturur, baxın. Hamısı
kanalın sahilində, ağacın altında. Çox gözəldir. Hava da inanılmaz qəşəngdir. Burada bu nədir? Quşudur, qazdır. Buna baxın. Bizdə biraz buralar zibilli idi. Biz gəlmişik street marketə. Amsterdamın məşhur belə destinationlarından biridir. Biraz indi buranı gəzəcəyik. Bildiyiniz Berlini flea marketi kimi bir yerdir. Gəlin sizə də göstərim. Baxın, bunlar pasulkalardır. İnsanların pasulkaları. 100 qramı 3 avrodur. İstədiyinizi seçirsiniz. İçindən nə çıxacağını amma bilmirsiniz. Sürprizdir də elə bir ki. Maraqlı experience-dir. Bu Berlində də var əslində. Biz artıq aydırıq otelə. Gedirik yavaş-yavaş konsertə hazırlaşmağa. Haradasa 7-də oteldən çıxacağıq. 44 dəqiqəlik yolumuz var konsertə. Hava əladır, isti deyil. Ümid edirəm, axşam çox soyuq olmaz. Biraz yorulmuşam, biraz gedib dincəlim. Axşama enerji yığım. Buralar çox gözəldir. Binalar, hamı velosiped sürür, təmiz, çox belə qəşəng şəhərdir də oradan da. Hours later. Mən konsertə hazırlaşdım. Belə makyaj eləmişəm, gözüm buralarına qaşlar qoymuşam. Dünən bu eynəyi aldım, dedim outfitimə də uyğundur. Gəlin sizə outfitimi göstərim. Belə bir biserli bluzum var. Bunu qışda Zara indirimindən almışdım, çox bəyənərək. Bu ətəyimdə yəqin Fethiye'də giymişdim bir dəfə. Və özümlə belə bir çəkmələr gətirmişəm, sırf konsert üçün. Saçımı da belə yığdım. Heç nə, hazıram, indi düşürəm, artıq getməliyik. Vaxta az qalıb, orada görüşərik, hələlik. Biz çıxdıq, gedirik konsertə. 40 dəqiqəlik yolumuz var. Amma yaxşıdır, hava yaxşıdır, hə? Biz düşdük, gedirik arenaya. Əslində qatarla çox məsafə deyildi, 5 dəqiqəlik. Sadəcə orada bizi çarpdırdılar, əks istiqamətə gedənlər var idi. Onlar hələ də gözləyirəm. Minmişik, oğlan deyir ki, sən minmişsiniz, düşünmüşsünüz, ya özdə başqa şəhərə gedən regional qatara minmişik, Utrechtə gedirdi. Dedi, deyəsən, weekend əvəzinə Utrechtə gedəcəyik. Amma düşdük, indi haradasa 15 dəqiqəlik piyada yol var. Belə meşənin ortası ilə gəzə-gəzə gedirik. Bir şey qalmıyor. Biz gəlib çatmışıq demək olar. Bura əslində bizdəki Olimpiya stadionu kimi böyük bir stadiondur. Kifayət qədər çox adam olacaq, belə başa düşdüm. Yaxşı ki biz ayaqüstü almamışıq. Mən artıq 30'larımdan sonra ayaqüstü konsertlərə getmirəm, əzizlərim. Ancaq oturaq. En azı yorulanda oturmaq olur. Bir də basa-basa da o insanların arasında. Ayda, podrogam danışmışdı. Imagine Dragon konsertində bizdə Olimpiya stadionunda olan o ayaqüstü idi. Mən oturaq almışdım, tək getmişdim məsələn. Deməli deyir ki, o qədər basa-basa idi. O işıq salları projektor kimi. Orada deyir, bir də göyə baxdım ki, cəmaatın tüpürcəkləri göydə uçuşur. Belə. Ondan sonra dedim ki, ayda nə yaxşı. O da dedim ki, mən getməyəcəm də, bəs ayaqüstü. Bəli, məlumatınız olsun, belə şeylər olur. Çatdıq demək olar. Buradan qalxır insanlar artıq. Baxın. Məncə olsa burada olanı buraxmazlar. Biz gəldik, yerimizə oturduq. Konsert gözləyək. Bir də şəkillər çəkdik. Bilmirik nə aldı. Biraz ki çöldə çəkərdik, amma olsun. İstəyirdik, şeyləri var idi. Burada qaşlarım var.
How we do it? 3 nights at the same stadium, man. Look how beautiful this is. We filmed it all the way from the back, behind the screen. Look at that. Look at you guys. How y'all feel? Are the ladies in Amsterdam outside tonight? Let's find out. Nasıl bittiğimiz gelirik otele. Yarım saat vaxtımızla otelə də geri deseniz axırıncı stansiyada düşəcək. Əsad oturmuşuq. Çox böyük izdiham var idi. Metro vardı amma qarışıqlıq yox idi. O şey yaxşı idi. Basa yəni çox deyildi metro. Neyse. Bir də bu konsert də bitdi.